mikroplastiklər təhlükəli bakteriyaları müəyyən edir. Sterling Universitetinin alimləri çayların təhlükəli bakteriyalarla çirklənməsinin göstəricisi kimi mikroplastik toplardan istifadə etməyi təklif edib. Mütəxəssislər mikroplastiklərin zərərli mikroorqanizmləri toplamaq qabiliyyətini sübut etmək üçün eksperiment aparır. Hazırda çirkab suları monitorinqi təmizləyici qurğuların asta axan su hövzələrində birdəfəlik nümunələr vasitəsilə aparılır. Tədqiqatçılar polietilen, rezin və tıxaclardan hazırlanmış 2 mm-lik toplarla doldurulmuş polad səbətlərdən istifadə ediblər. Konteynerlər çaylardan birində atkının üstündə və altında quraşdırılıb. Plastik toplar 23 gün ərzində toplanmış və təhlil edilmişdi. Cəmi 24 saatdan sonra aşağı axındakı nümunələr E. coli və K. pnevmoniya daxil olmaqla xeyli yüksək bakteriya konsentrasiyası göstərib.